Bugün zərflik budaq cümlələri haqqında öyrənəcəyik. Daha doğrusu bildiyimiz şeyləri bir də ümumiləşdirəcəyik, yəni fikirlərimizi cəmləşdiririk. Başlıq da belədir. Examples of adverbial clauses, yəni zərflik budaq cümlələrinə aid nümunələr. Bizim qarşımızda test verilərkən, məsələn, səbəb budaq cümləsini seçin. Burada biz səbəb budaq cümləsini seçmək üçün tutaq ki, ona aid olan bağlayıcıları bilməliyik. Hansı bağlayıcılar səbəb budaq cümləsini düzəldir və yaxud hansı bağlayıcılar yer budaq cümləsini düzəldir. Bunun üçün biz bağlayıcının növlərini əvvəlcə bilməliyik. Bağlayıcılar bölünür condition, yəni vəziyyət, hal vəziyyət, place, yer, time, vaxt, zaman, reason, səbəb, concertion, güzəşt, purpose, məqsəd, comparison, müqayisə, manner, tərz hərəkət, result, nəticə. Bu bağlayıcılar, yəni condition növünə aid olan even if, only if, unless, in case. Demək olar ki, even if və if eyni mənadadır. Əgər sə, only if də elə yalnız o olarsa, o mənadadır. Unless if bağlayıcısının inkar formasıdır. Yəni cümlə inkarda verilmir. Bu bağlayıcı cümləni inkara çevirir. In case də bu halda, bu vəziyyətdə mənasını verir. Məsələn, bir nümunə verib. Speak your mind even if your voice shakes. Əgər səsin titrəyirsə, beynini danış demək. Yəni burada beynini danış, yəni düşünmədən danışma mənasındadır. Place, yer bağlayıcısı, yəni where, everywhere, wherever, anywhere, heç yerdə, where, harada, everywhere, hər yerdə, wherever, hardasa mənasındadır. He went to Hull University, where he studied history and economics. Tarix və iqtisadiyyat oxuduğu Hull Universitetinə getdi. Burada görürsünüz ki, where sözü tərcümə olunmadı. Çünki tərcümə edərsə əgər tərcümədə bir əskilik yaranır. Daha doğrusu artıq bir söz demiş oluruq öz dilimizdə. Onu biz təyin budaq cümləsi formasında olduğu kimi, yəni fe'li sifət formasında işlətdik burada. Time, yəni vaxtda, zamana aid onlar after, sonra, as soon as, dərhal, before, əvvəl, by the time, vaxtacan, once, bir dəfə, since, bəri, until, qədər, dək, lakin inkar formadadır bu da. Yəni cümlə inkarda yazılmır, amma mənası inkarda olur. When, nə vaxt, whenever, nə vaxtsa. Burada da nümunələr verilib. I walk back after work every day. Mən hər gün işdən sonra piyada qayıdıram. The baby can cry as soon as he is born. Körpə doğulan kimi ağlaya bilər. Reason, yəni səbəb bağlayıcıları as, kimi, because, çünki, burada elə as, çünki mənasındadır. Since də həm bəri mənasında işlənə bilir, həm də çünki mənasında işlənə bilir. Adətən bitmiş zamanda işlənən cümlədə səbəb kimi since bağlayıcısı işlənir və since əvvəldə cümlənin başında işlənərsə səbəb bağlayıcısıdır. Cümlədə orta hissədə sona doğru işlənərsə bitmiş zamanın bağlayıcısıdır. Bitmiş zamanda zaman zərfi kimi işlənir. Yəni bəri mənasında olur. Don't say sorry because we never mind. Üzr istəmə onsuz da. Yəni çünki biz bunu saymırıq. Bunu əhəmiyyətli bilmirik. Concertion, güzəşt bağlayıcıları also, even though, hər üçü baxmayaraq ki mənasında işlənir və hər üçündən sonra da mübtəda xəbər tamamlıq ardıcılığı ilə, yəni nəqli cümlə formasında davam etməlidir. Also, she is young, she is very independent, baxmayaraq ki cavandır, yəni cavan olmasına baxmayaraq o çox müstəqildir. Purpose, məqsəd, so that, ki, da zət, yəni o ötrü, üçün mənasında hər ikisi işlənir. He ate vegetables in order that he could stay healthy, sağlam qalmaqdan ötrü o tərəvəzi yedi. Comparison, müqayisə, zən, daha, nisbətən, as, kimi mənasında işlənir. Natalie was prettier than her sister. Natalie bacısından daha gözəldir, daha qəşəngdir. Manners, sol tərz, as if,
və ya just as bağlayıcıları sanki mənasında işlənir. Mandy looked as if she had seen a ghost. Mandy sanki bir ruh kimi görünürdü. Result, yəni nəticə, so 3.z qoyulur və ya such 3.z qoyulur burada. Nəticədə mənasında he was so weak that burada elə ki mənasında verilir. He could hardly stand up. O elə zəif idi ki, ayaq üstü güclə dururdu. Və bunlar hamısı demək olar ki, səbəb, vaxt, məqsəd, bağlayıcıları bildikcə testdən biz budaq cümlənin növlərini seçə biləcəyik.